Deməli dostlar, bu Xitamilan preparatıdır. Xitamilan nədir? Xitamil, Xitamilan, Xitozan, yəni bunlar eyni preparatdır. Yəni Xitamil təbii, organik, təhlükəsiz bir immunomodulatordur. Yəni arıların immun sistemini gücləndirir. Nazema xəstəliyinə qarşı, askosferoz xəstəliyinin inkişafını qoymur. Tərkibi yantar turşusudur, askarbin turşusudur. Tərkibində canlı mikroorqanizmlər var. Yəni bunun tərkibi mikroorqanizmlərlə zəngindir və bildiyimiz kimi arıların immun sistemini möhkəmləndirir. Əsasən arıların xitin təbəqəsi var ki, xitin təbəqəsini möhkəmləndirir tükcüklər. Yəni bunları xitin təbəqəsini sıxlaşdırır və arıların kutikulasını, yəni iskeletini möhkəmləndirir. Bu immunomodulator arılar üçün təhlükəsiz bir preparatdır. Arıların yaz aylarında inkişafına daha da təkan verir və arıları bir sözlə yeni bir nəfəs, yeni bir güc verir arılara. İndi dostlar, baxın, mən bu Xitamilan preparatını təxminən bir yarım litr şərbətdə əridirəm. Yəni tam qarışsın. Sonra isə bunu bizə lazım olan ölçüdə, baxın, şərbətimizi tutmuşuq. Bura əlavə edəcəyik. Sonra da salafan torbalarda arılarımıza verəcəyik ki, arılar da daha yaxşı inkişaf eləsin. Onların immun sistemi daha möhkəmlənsin. Yaxşı dostlar, tapıb gətirirlər Rusiyadan. Yaz və payız aylarında arılara verdikdə arılar daha möhkəm inkişaf edir. Arıların xitin maddəsi möhkəmlənir, kutikulası möhkəmlənir. Hətta varuadan yaralı, yəni varuadan zədələnmiş arıları zədələnmiş hüceyrələri bərpa etməyə qadir bir preparatdır. Çünki tərkibi, dostlar, tərkibində biptidlər var. Yəni o biptidlər canlı orqanizmdə hər bir zədələnmiş bir orqanizmi bərpa etməyə qadirdirlər. İndi mən bunları bu preparatın təlimatında yazıldıqlarını sizə çatdırıram. Özümdən nəsə uydurmuram. Biz də bunu inşallah bu il arılarımıza tətbiq edəcəyik və nəticəni də görəriksə demək davam edərik bunun tətbiqini. Bunundakı dostlar 5 qram preparat 1 litr şərbət üçün nəzərdə tutulur. Yəni 1 litr şərbətə 5 qram qatılır. İndi
yaxşı olar ki, hər litr üçün 5 qram ayrı-ayrı hazırlansın. Amma bunlara vaxt çatmır. Yəni biz bir dəfəlik hazırlayıb və salaban torbalara yerləşdirə, doldurarıq. Arılara da yarım litrdə vermək olar, 1 litrdə vermək olar. Yəni indi dərmana biraz qənaət edək deyə mən hər bir arı ailəsinə 250-300 milliqram inşallah verəcəyim. Yəni bu preparat antibiotik deyil dostlar. Yəni bütün antibiotikləri əvəz edir. Odur ki, sağ olun, özünüzü qoruyun.